Bugün Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları təmiz hava aylığı çərçivəsində tədbir keçirib. Avtosferas xəbər verir ki, Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə planı ilə keçirilən aylıqda məqsəd ətraf mühitin qorunmasına diqqət çəkmək, texniki cəhətdən nasaz nəqliyyat vasitələrini aşkarlamaq, sürücülər arasında maarifləndirici iş aparmaq və bu yolla da nəqliyyat vasitələrindən ətraf mühitə atılan zərərli qazların miqdarının azaldılmasına nail olunur. Təmiz hava aylığı çərçivəsində Dövlət Yol Polisi əməkdaşları qanunun tələblərinin əməl olunmasına nəzarət etmək məqsədilə sürücüləri saxlayıb və avtomobilləri texniki vasitə ilə yoxlayıblar. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin inspektoru Polis Baş Serjantı Bağırov. Hörmətli sürücü, siz ekologiya postunda saxlanmışsınız ki, təmiz havası ilə bağlı keçirilən yoxlanışda sizin də maşınınızın texniki cəhətdən yoxlanış olunacaq. Qazanator vasitəsilə. Nəqliyyat vasitəsinin mühərriki benzinlə işləyir, yoxsa benzinlə işləyir. Hal-hazırda yaxınlaşın bura. Ölkə ərazimizdə keçirilən yoxlanışda Bəli. diqqətlə qulaq asın. Yoxlanışda bağlı sizinlə maşınınızı yoxlayacaq. Burada hal-hazırda 0-0 göstərir. Sizin nəqliyyat vasitələrinizdə 3-ə qədər olmalıdır, göstərici. Zəhərli qazların miqdarı. Bir dənə icazə verin, zəhmət olmasa bunu daxil edək. Olmalıdır. Artıq sizdə 6'yı da keçir. Sizin nəqliyyat vasitəmizdə hal-hazırda texniki cəhətdən nasazdır və belə nəqliyyat vasitələrinə inzibati protokol tətbiq olunur. İnzibati xətalar üzrə 342.5-ci maddə ilə. Nəqliyyat vasitəmizi yoxlanışdan əlavə də əlinizi qoysaz maşınınız nəsə motoru düzgün işləmir. Nə ilə bağlıdır? Nə deyə bilərsiniz bununla bağlı? Sveç alacağı dəyişilməlidir, onu dəyişilməlidir. Və siz özünüz də bir sürücü olaraq bilirsiniz ki, nəqliyyat vasitəmiz texniki cəhətdən nasazdır, mühərrikində nasazlıq var. Belə nəqliyyat vasitəsi ilə yola çıxmamalısınız. Burada böyük fərqi yoxdur. Şurası ki, kilsə bu texnika şəhərdən burada xalostoy odda işləyirdi. Ola bilər ki, ona görə bir az fərq olur. Ancaq burada çox fərq yoxdur axı, standartlardan çox fərqlənmir. Normal 1.3-dür, nəqliyyat vasitəsində hal-hazırda 1.6-nı keçdi. Bəli, var. Cüzdür, ona görə təşəkkür edə bilərik. Əlbəttə ki, biz onu... Maşında yaxşı qulluq edirik. Bəli. Əslində biz protokolda tətbiq edə bilərik. Sadəcə müəllimin elə maşını elə də bərbad halda olmadığı üçün və normal işlədiyi üçün biz də xəbərdarlıq edərik. Biraz da nəqliyyat vasitəmizə yaxşı baxın. Dizeldir də bu. Bəli, dizeldir. Yəni, mən sizə həqiqətən təşəkkür edirəm. Dizeli bu vəziyyətdə saxlamışsa deməli əladır. İstəyəndə olur. Əlbəttə. Bəzi adamlar deyir yanacaq belə, yanacaq elə. Siz də yanacağı buradan alırsınız da, başqa ölkədən gətirmirsiniz ki. Sürücülərlə maarifləndirici söhbət apararaq onlara qanunvericiliyin tələblərini izah edən yol polisi əməkdaşları bildirib ki, ətraf mühitin qorunması hər kəsin borcudur. Yoxladıq. Yəqin siz də narazı qalmadınız ki, özünüz üçün də aydın oldu ki, yaxşıdır ya pisdir. Əlbəttə ki, hamı üçün. Yanacağı buradan alırsınız da, düzdürmü? Təbiətimizi qoruyuruq, həm insanların sağlamlığını qoruyur, həm rahatlığımızı qoruyur, öz təhlükəsizliyimizi qoruyur. Bunun problemi olanda insanların özləri sizdən daha çox əziyyət çəkir. Sürücülər isə idarə elədiyi nəqliyyat vasitəsindən ixrac olunan zərərli qazların miqdarının normalar çərçivəsində olmasına nəzarət etməli, avtomobili saz vəziyyətdə saxlamalıdır. Ətraf mühitə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanan avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb. Göstəriciləri qaydalar çərçivəsində olan və ya normadan qismən artıq olan avtomobillərin sürücülərinə isə xəbərdarlıq edilir. Cərimə olunan sürücülər yanacağın keyfiyyətinin aşağı olmasından şikayət etsə də, göstəriciləri normada olan avtomobillərin sürücüləri sadəcə olaraq texniki qulluğa diqqət yetirməyin vacibliyini qeyd ediblər. Maşınlar vaxtında texnik baxışlardan keçirmək lazımdır ki, burada yoxlanılma ilə bərabər biz məsafələr qət edirik. Həmin məsafələrdə biz yolda qalmayaq. Qeyd edək ki, təmiz hava aylığı ilə tədbirlər iyunun 10-na dək davam edəcək. Jetur, gələcəyə toxunmağı sevənlər üçün.